Salam, xoş gördük, hörmətli izləyicilər. Bu ev hazır ev. Satışa çıxarıldı, Tərlan Şaldıq sarayının arxasındadır. Hazır necə hazır? Kuxna mebeli, kombisi, radiatoru, pəncərənin şetkaları, dəmir raşotkaları, hamam aksesuarları və kupçası hamısı hazırdır. Paket kupçadır, evin də kupçası var torpağında. Deməli, darvazanın da üstündə belə bir kaziroku var. Görürsünüz? Bu da mərkəzi kanalizasiyanın trapıdır. Burada da ağac yeri, gül yeri, bağ yeri xüsusi saxlanılıb. Bu da həyətin, görürsünüz suyu, həyətin krantıdır. Evimizin sağ tərəfindən ara məsafəsi var, arxasında da bir balaca ara məsafəsi olmalıdır. Fundamentli kəmərli evdir. Bu da bunun padvalıdır. Bax, belə bir padvalı var. Görürsünüz? Bax, yerinə qədər, bu tamet düz padvalın içərisinə qədər gedir. Qupquru ərazidir, Qurqavoy qoşadaş, kubiklər çilib, fundamentli kəmərli evdir. Gələndə inşallah bunları görəcəksiniz. Baxın, 2, 3, 4, 5, 6, 7 daş kürsülü evdir. Mətbəxin qapısından bura balkonu var. Bax, belə bir balkondur. Mətbəxdən çay, nə bilim, samavar, nə istəsiniz burada qoyub otura bilərsiniz. Çünki əlverişlidir. Bunu mən də o mətbəxdən göstərəcəm. Qoy koridordan girək. Bax, bu koridorudur. Girəcək koridordur. 3 otaqlı evdir. 82.000 manatadır. Qiymətindən narahat olmayın, endirim olunacaq. Birbaşa qonaq otağına gələk. Girdik qonaq otağına. Baxın. Görürsünüz, radiatorlar, seksiya radiatorlar nə qədər hazırdır. Dəmir raşotkaları, pəncərənin setkası, TV stentin yeri. Hazırdır, əşyalarınızı götürün, birbaşa gələ bilərsiniz bu evə. Sonra mətbəxə baxaq. Bax, bu mətbəxidir. Mətbəx mebeli, qaz peçidir, qəşəng moykasıdır, suyu, hamısı yerində qaydasında. Özü çox qəşəng sərgəli mebeldir, istifadə olunmuyor. Xaladenikinin yerinə qədər hazırdır. O bayaq sizə dediyim yer buradan çıxışdır. Bayaq ki, buradan mətbəxdən balkona çıxış buradır. Mətbəx, hamam, tualet, keramikadır. Bir də koridor. Qalan otaqlar laminatdır. Sanitar qovşağına baxaq, hamam tualetə, görürsünüz. Bax, su şilkasıdır, duşudur, unitazıdır, moydadırdır, hamısı hazırdır. İndi yataq otaqlarına baxın. Bu bir yataq otağı. Bu da növbəti yataq otağı. Bu da növbəti yataq otağı. Bax, belə. Bir də izah edirəm. Deməli, zəhmət olsa yaxınlaşaq. Saray qəsəbəsindədir bu ev. Tərlan Şaldıq sarayının arxasındadır. 82.000 manatadır. Bax, gəlin elə bu balkonda yekunlaşdırın. Bax, kombisi, stabilizatoru, kombinin tüşkeşinə qədər hamısı hazırdır. Burada heç nə qalmıyor. Krişasında da burada çıxmağa yeri var. Gələndə inşallah onu da çıxıb krişasını yoxlayarsınız. 82.000 manatdan endirim olunacaq. Qiymətinə görə narahat olmayın. Mütləq gəlin bu hazır evə baxın. Sağ olun.